Uşaqlığımızın odadı olan peçenilərdən hazırlayıb sizi keçmişə aparmağa qərar verdim. Az ərzaqla hazırlanan bu peçenilər o qədər dadlı və hazırlanması asandır ki, bir dəfə eləsəz hər zaman istəyəcəksiniz. Qaba yumurta, şəkər tozu əlavə edib çırpıcı ilə 5 dəqiqə çırpırıq. Üzərinə otaq temperaturunda olan yumşaq yağ əlavə edib biraz da çırpırıq. Sonra qabartma tozu və unu da hissə-hissə əlavə edib ələ yapışmayan yumşaq xəmir yoğururuq. Ancaq nəzərə alın ki, şəkərli xəmiri çox yoğurmaq olmaz. Əlin istisindən xəmir çürüyə bilər. Sonra yarım saatlığa soyuducuya qoyuruq. Mən xəmiri 4 hissəyə böldüm. Siz 2 hissəyə də bölə bilərsiniz. 200 mm qalınlığında xəmir yayıb, üzərinə şəkər tozu töküb, istədiyiniz formada kəsə bilərsiniz. Əlinizdə fiqur yoxdursa, stəkanın ağzı ilə kəsin. 170 dərəcəlik sobada 10-15 dəqiqə altı yüngül qızarıncaya qədər bişirin. Bu qədər asan. Siz də bişirin ki, sizə nuş, mənə də xoş olsun.